Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammed və ali Muhammed və accil faracah. Bir daha salamlayırıq sizə əziz dostlar. Dərslərimiz Əli ibn Əbi Talib əleyhissalamın vilayətinə dəlalət eləyən ayələrin barəsində idi və həmçinin dedik, inşallah öz dərslərimizin ardınca, yəni bu ayələrin ardınca bəzi rivayətlərə də toxunacaq. Əlbəttə, həm Şiə alimlərinin nəzərlərini, həm Əhl-i Sünnə alimlərinin nəzərlərini bu ayələr barəsində və rivayətlər barəsində dedik, siz əzizlərin diqqətinə çatdıracağıq. Bundan qabaq Maidə surəsinin 55-ci ayəsini, 67-ci ayəsini, 3-cü ayəsini bəhs elədik. Bugünkü bəhsimiz isə rivayət yönlüdür, hədis yönlüdür. Bu rivayətlərdən biri İslamın ilk çağlarında, ilk günlərində olan bir hadisə barəsindədir ki, bu hadisə hədis-üddar olaraq evdə olan hadisə barəsində mərufdur. Yəni ev hadisəsi, yəni ev barəsində olan xəbərdir. Şiə alimlərinin nəzərinə əsasən bu xəbər Əli ibn Əbi Talibin Peyğəmbərdən sonra, yəni Peyğəmbərin xəlifəsi, canişini olaraq, yəni bu rivayət Peyğəmbərindən sonra Əli ibn Əbi Talibin canişini olmasına dəlalət edir. Şiə alimlərinin nəzərinə əsasən isə bu rivayət bəziləri zəif hesab edirlər, bəziləri isə o hissə ki, Əli ibn Əbi Talibin vilayətinə dəlalət eləyir, o hissənin olmamasını iddia edirlər. Hadisə isə bu cür başlamışdı. İslamın ilk dönəmlərində, ilk günlərində İslam Məkkədə zuhur eləməmişdən, yəni qabaq, ictimaiyyətə çıxmamışdan qabaq, ayə nazil olur. Şuara surəsinin 124-cü ayəsi buyurur ki, Allah subhanahu wa ta'ala وَأَنْذِرْ عَشِيرَتِكَ الْأَقْرَبِينَ öz yaxın qohumlarını qorxud. Peyğəmbər bu ayənin nazil olması ilə Əli ibn Əbi Talib əleyhissalama tapşırır, öz yaxın qohumlarının yığıncağa yığılması barəsində və məclisin təşkil olunması barəsində Əli ibn Əbi Talib əleyhissalama bu məsələni tapşırır. Əli ibn Əbi Talib də Peyğəmbərin yaxın qohumlarını yəni məclisə çağırır və həmçinin Peyğəmbər orada özünün Peyğəmbər olmasını onlara çatdırır. Və həmçinin bu işdə onlardan kömək istəyir. Bu hadisənin təfərrüatını siz əzizlərə elə İslam alimlərinin dillərindən, yazılarından çatdırmaq istəyirəm. Şiə alimlərindən Seyyid Şərafəddin adında böyük şiə alimi Əhl-i Sünnə alimi ilə olan dialoqunda, yazışmasında belə buyurur. Buyurur, Əli ibn Əbi Talibin vilayətinə dəlalət edən məsələlərdən biri də hədis-üddardır ki, kitabında bu cür deyir ki, وَحَسْبُكَ مِنْهَا مَا كَانَ فِي مَبْدَعِ الدَّعْوَةِ الْإِسْلَامِيَّةِ قَبْلَ ظُهُورِ الْإِسْلَامِ بِمَكَّةِ deyir, sənə bəs eləyər bu məsələ barəsində, yəni Əli ibn Əbi Talibin vilayəti barəsində o hadisə ki, İslamın əvvəl çağında baş vermişdi Məkkədə. Heynə ənzəlallahu Teala aleyhi, o zaman ki, Allah Peyğəmbərə nazil elədi bu ayəni وَأَنْذِرْ عَشِيرَتِكَ الْأَقْرَبِينَ فَدَعَاهُمْ إِلَى دَارِ عَمِّهِ Peyğəmbər də onları çağırdı öz əmsinin evinə, Əbi Talibin evinə. وَهُمْ يَوْمَئِذٍ 40 رَجُلًا يَزِيدُونَ رَجُلًا أَوْ يَنْقُصُونَ Onlar təqribən 40 nəfərə yaxın idilər. وَفِيهِمْ أَعْمَامُهُ أَبُو طَالِبْ وَحَمْزَةَ وَالْعَبَّاسِ وَأَبُو لَهَبْ Onların içində bu şəxslər də var idi, adını dediyimiz şəxslər Peyğəmbərin əmləri idi. Və ondan sonra buyurur ki, وَالْحَدِيثُ فِي ذَلِكَ مِنِ السِّحَاهِ السُّنَنِ الْمَعْثُورَ Yəni bu hədis o hədislərdəndir ki, yəni səhih nəql olunub, yəni bu hədis səhih, yəni nəql olunmuş rivayətlərdən hesab olunur. Və həmçinin onun axırında və fi axirihi qalə Rasulullah, yəni bu hadisənin axırında Peyğəmbər bu cür dedi salavatullah.
يا بني عبد المطلب إني والله ما أعلم شابا في العرب جاء قومه بأفضل مما جئتكم به. Mən deyir, Peyğəmbər buyurur ki, ey Əbu Talibin övladları, mən elə bir cavan ərəbin içində tanımıram ki, mənim sizə gətirdiyimdən daha əfzəlini öz qovmuna gətirib. Ci'tukum bi xeyri dünya vəl axirə. Mən sizə həm dünyanın, həm axirətinin xeyrini gətirmişəm. Və qad əmərəniyəllahu Teala ən ədvakum ileyhi. Və Allah mənə əmr edib ki, sizə bu xeyri çatdırım. Fəəyyəkum yuazirun alə əmri həzə. Sizdən hansı biriniz bu işdə mənə vəzir olarsınız, bu işlə mənə arxadayaq olarsınız? Fəqalə Aliyyun və kanə əhdəthəhum sinnən. Və Əli əleyhissalam ki, onların yaş cəhətdən, yəni ən aşağı yaşda olan idi, yəni onlardan kiçik idi, yaş cəhətdən dedi ki, ənə yə nəbiyyəllah əkunu vəzirək aleyh. Buyurdu ki, mən sənin vəzirin olaram bu məsələdə, bu xeyirli bir işdə. Fəəxəzə Rasulallah bir rəqabətihi. Peyğəmbər onun boynundan tutdu, qucaqladı və qalə, dedi ki, İnnə hədə əxi və vasiyyi və xalifəti fikum. Buyurdu bu kəlməni. Yəni, mühüm hissəsi buradır. Buyurdu ki, Peyğəmbər bu şəxs Əli ibn Əbi Talibi nəzərdə tutur. Əxi, mənim qardaşımdır. Və vasiyyi, mənim vəsimdir. Və xalifəti fikum, mənim xəlifəmdir sizin aranızda. Fəsmə'u ləhu və ati'u. Pəs onu eşidin və itaət edin. Fəqaməl qovmi yəthəkunə və qulunə li Əbi Talib. Və deyir ki, bu zaman deyir, orada olanlar deyir, yəni həmən o şəxslər deyir, güldülər və dedilər Əbu Talibə ki, qad əmərəkə ən təsmə libnikə və tutiə. Və sənə əmr olundu ki, öz oğlunun sözünü eşit və ona itaət elə. Bu rivayətin bu hissəsi Şia alimləri buyururlar ki, Əli ibn Əbi Talibin xilafətinə dəlalət eləyir. Bu rivayəti səhih bilən sünnə alimləri var, yoxsa yox? Baxaq. Yəni, alimlərin nəzərlərinə diqqət eləyək, görək bu rivayəti səhih bilirlər. Şia alimlərin arasındakı belə bir ixtilaf yoxdur. Məsələ müsəlləm məsələ, yəni qəbul olunan bir məsələlərdəndir. Yəni, bu hadisə də, hədis-i-dar da, yəni bu rivayətin gəlib bizə çatması qəbul olunan məsələlərdəndir. Bu məsələdə heç bir ixtilaf, yəni Şia alimləri arasında yoxdur. Şia alimləri ilə xəlifə də bilirlər Əli ibn Əbi Talib Peyğəmbərdən sonra. Yaxşı, əhl-i-sünnə alimləri necə? Yəni, onların içində bu rivayəti qəbul edənlər var, bu rivayətə səhih olaraq baxanlar var, yoxsa yox. Buyurur, əxrəcəhu bihədihil əlfad kəthirun min həfəzətil ətəri nəvəviyyə. Seyyid Şərafəddin buyurur, o qarşı tərəfə, deyir, bu ləfsinə, elə bu təbirlə ki, biz dedik, yəni Peyğəmbər necə deyir ki, Əli əleyhissalam bu mənim qardaşımdır, vəsimdir və xəlifəmdir. Deyir, elə bu əlfazla Peyğəmbərin deyir, yəni sünnəsini yazanlar, hifz eləyənlər ki vardır, yəni alimlər, elə bu mətnlə, bu ləfslərlə bu məsələni çatdırmışlar. Bunlardan məsələn kimdir? İbn İshaqdır, və İbn Cərirdir, və İbn Əbi Hatimdir, və İbn Mərduveyhdir, və Əbi Nəimdir, və Beyhəqi öz sünənində, və fi sünənihi və dəlailihi, və Tha'ləbi və Təbəri, Tha'ləbi də, Təbəri də öz təfsir kitablarında, Şüəra surəsinin 124-cü ayəsində və həmçinin Təbəri öz tarix kitabında bu məsələyə toxunmuşdur və həmçinin bu ləfslərə oxşar, dediyimiz ləfslərə oxşar, sözlərə oxşar, məna eyni olaraq bunu Əhməd ibn Həmbəl də öz musnədində gətirmişdir. Buyurur, وَحَسْبُكَ مَا أَخْرَجَهُ أَحْمَدْ بِنْ حَنْبَلْ مِنْ حَدِيثِ عَلِيِّينَ. Yəni, Əlinin hədisini zikr edərkən, Əhməd ibn Həmbəl bu məsələyə toxunmuşdur öz musnədində minəl cüz'ül əvvəl min musnədihi. Yəni, musnədinin birinci cüzündə bu məsələyə toxunmuşdur. Və həmçinin bu rivayəti bəzi buyurur ki, əhl-i sünnə alimləri səhih bilmişdi. Səhih bilmişdi və qad səhəhəhu qeyru vahid min ə'lamil muhəqqi. Yəni, çoxlu mühəqqiqlər bu məsələnin səhih olmasını demişdilər. Rivayətin hələ zəif olmasını yox, səhih olmasını. Nəinki bəzilər deyirlər, yalandır. Yalan ki,
Bu söz qətiyyətlə deyirik, düz deyil. Yəni yalan. Heç bir alim deməyib ki, bu hədisin axırında bu hədis kizbdir. Bəli, zəifdir. Bəzilər deyirlər zəifdir. Ola bilər ki, bir iddə gəlsinlər, desinlər bu zəif deyil, səhihdir. Amma yalan nisbət vermək bu düz sayılmır. Əhl-i-sünnə alimlərin bir çoxları bunu təhsil ediblər, qəbul ediblər. Onlardan biri də dedik, Əhməd ibn Həmbəl öz musnədində bunu gətirib. Və həmçinin bir çox, məsələn, Qeysarani fi kitabihi, Qeysarani öz kitabında da buyurub ki, fələ mənduhətə anil qavm bi sihhətil hədis. Yəni, hədisin sihhətində heç bir məsələdə şək şübhə yoxdur. Bunu biz, yəni bu hədisin, bu əlbəttə dedik ki, Seyyid Şirafəddinin sözləridir. Bunun bir, məsələn, misdaqını Sələbinin öz təfsirindən oxuyaq. Məsələn, Sələbi öz təfsirində bu ayəni təfsir eləyəndə Əndir Əşirətəkəl Əqrəbin öz təfsirində bu cür gətirib ki, hədisi nəql eləyir. Kimdən? Əxbərini Hüseyn bin Muhammeddən ki, silsiləni oxumuram ki, bu hadisələri də demirəm ki, bu hadisələrdə Peyğəmbər çağırdı öz qohumlarını, Əli ibn Əbi Talib əleyhissalama tapşırmışdı bəzi məsələləri. Birinci gün Peyğəmbər öz qohumlarını yığanda, onlardan köməkliyi istəyəndə, onlar ki, Peyğəmbərə cavab vermirlər. Peyğəmbər onları ikinci gün dəvət eləyir. Yenə də öz sözlərini çatdırandan sonra buyurur. Fəqalə yəbnə Ya bəni Abdülmuttalib, ey Abdülmuttalibin övladları. Bunu Sələbinin təfsirindən oxuyuram. Sələbi öz təfsirində deyir ki, İnni ənən nədiru ileykum minallahu subhanahu wa ta'ala vəl-bəşir. Buyurur ki, Peyğəmbər onlara dedi ki, mən sizə bir qorxudan olaraq Allah tərəfindən göndərilmişəm və həmçinin müjdə verənəm. Ləmə yeci'u bihi əhədun minkum. Yəni, heç bir kəs sizə, yəni məndən qabaq gəlməyib. Yəni bu iddia ilə ci'tukum bid-dunya vəl-axirə və sizi üçün həm dünya xeyrini gətirmişəm və axirət xeyrini gətirmişəm. Və əslimu və ati'uni təhtədu. Yəni təslim olun mənə, itaət edin mənə, nəticədə siz hidayət olasınız. Və mən yuəxini və yuaziruni. Sizdən kim mənə qardaş olar bu məsələdə, kim mənə köməkçi olar bu məsələdə? Və yakunu valiyyi və vasiyyi ba'di və xalifəti fi əhli və yaqzi dini. Hər kəs mənə kömək göstərsə bu məsələdə, mənim vəlimdir, mənim vəsimdir məndən sonra, mənim xəlifəmdir, mənim canişinimdir. Mənim dinimdə bəli, mənim dinim, yəni mənim xəlifəmdir və hökm edəcək mənim dinimdə. Fəsəkətəl qavmu. Buyurur ki, hamı sakit oldu və əədə dəlikə thələthən. 3 dəfə bu sözü Peyğəmbər təkrarladı. Kullə dəlikə yəsqutul qavmu. Bunların hamısında o qohumları sakit qaldı və yəqulu Əliyun ənə. Üçündə də Əli dedi ki, mən köməkçisi olaram sənə, ey Allahın Rəsulü. Fəqalə əntə. Və buyurur ki, bəli, sən. Peyğəmbər onu təyid edir. Fəqaməl qavmu və hum yəqulun li Əbi Talib atı ibnəkə fəqad ummirə aleykə. Və deyir ki, orada olanlar, toplaşanlar bir-birlərinə qalxdılar və Əbi Talibə dedilər ki, öz oğluna itaət elə və sən bu cürünə əmr olunmusan. Bunu kimin təfsirindən oxuduq? Sələbinin Əl-Kəşf vəl-Bəyanul-Məruf li təfsiri Sələbi. Onun təfsirində bu cür gəlmişdir ki, bunu Sələbi ayənin arxasınca, yəni bu hadisəni ayənin arxasınca təfsirində gətirir. Yəni ayənin arxasınca. Yəni Əndir Əşirətəkəl Əqrəbin ayəsini təfsir edərkən bu məsələyə birbaşa toxunur və bu məsələni nəql edir. Bəs Şia alimlərinin nəzərinə əsasən bu hədis yəni qəbul olunan hədislərdəndir. Bu məsələdə heç bir ixtilaf yoxdur. Yəni bu hədis birbaşa Əli ibn Əbi Talibin Peyğəmbərin xəlifəsi olmasına dəlalət edir və həmçinin Şia alimləri deyirlər ki, Peyğəmbər nəinki axır dönəmlərində, bəlkə İslamın əvvəl dönəmlərindən yəni başlayaraq Əli ibn Əbi Talib əleyhissalamı özünün xəlifəsi elan eləmişdir bir neçə dəfə. Bu iki hadisə baş verib İslamın ilk dönəmlərindədir ki, Allah Peyğəmbəri özünün xəlifəsi olaraq Əli ibn Əbi Talibi
yəni xəlifə olmasını demişdi və Şia alimləri deyirlər ki, bu elə hədis özü Əli ibn Əbi Talibin xəlifə olmasına dəlalət edir. Əhl-i sünnə alimlərinin nəzərlərində siz əzizlərin diqqətinizə çatdırdıq və bu hədisi hətta nəinki zəif, hətta səhih bilən alimləri də vardır ki, onlardan biri də Əhməd ibn Həmbəldir ki, öz musnədində bu məsələyə toxunmuşdu və oxuduq Sələbinin təfsirindən də dedi ki, bu hadisəni Sələbi öz təfsirində gətirmişdi. İnşallah bu rivayətləri siz əzizlərin diqqətinə bir-bir çatdıracaq. Bu əlbəttə ki, bir rivayətdir. Bundan başqa rivayətlərə də gələn dərslərimizə toxunacağıq. O rivayətlərin həm Şia alimləri tərəfindən, həm Sünni alimləri tərəfindən necə görüşdə yəni rivayətə görüşlərinin olmasını siz əzizlərə çatdıracağıq. İnşallah gələn dərslərdə görüşənədək. Vəssalamu aleykum və rəhmətullah.